Bu ekranda gördüyünüz fotonu süni intellekt vasitəsindən yaratmışam. Amma burada çox incə bir detal var. Hər dəfə fotonu redaktə edən zaman təkrar prompt yazmağa ehtiyac yoxdur. Bu platforma imkan verir ki, vizual olaraq görüntüdə olan detalları sağdan sola sürüşdürməyi və yaxud da ki, hər hansısa bir istəmədiyiniz elementi fotodan bir kliklə çıxarda bilirsiniz. Bu süni intellekt platformasının adını ekranda sizə göstərirəm. Çalışma məntiqi isə sadədir. Fotonu yaradan zaman hissələrə ayırır və sanki Photoshopda layerlar yaratmış kimi ekranın sağ hissəsində bizə göstərir. Məsələn, qadını, kişini və yaxud da ki, digər insanları, eyni zamanda Marsın səthini belə redaktə eləmək olur. İstəsəniz vizual olaraq, istəsəniz də hər biri üçün ayrılıqda prompt yazaraq bu redaktəni həyata keçirə bilərsiniz. Azercell'in ekskluziv təqdimatında daha çox belə süni intellekt həllərindən faydalanmaq istəyirsinizsə, bizim kanala indidən abunə olun.